Bayaq göstərmişdim. Alış və satış şiti yaradırıq, ambar yaradırıq. Birinci ambara gəlirik. Bunun üçün məhsulun adı, alış sayı, satış sayı qalıb. Yaradırıq. Ondan sonra buranı cədvəl formasına gətiririk. Bu formaya gətirdikdən sonra başlanğıc hərfləri qaraldırıb, yəni istəyə görə təbii ki. Burada məhsul adlarını yazmağa başlayırıq. Məsələn, qələm, məsələn bunlar. Bura qədərini yaratdıq və salam. Bunu saxlayırıq. Biraz bunu yaxınlaşdırın. Alış və satışlarda ilk öncə tarix, alış, böyle satış edirik. Bu nədir? Yəni alış və satışı biz bir yerə yığırıq. Ondan sonra məhsulun adı, sayı, qiyməti, burada da məbləği. Eynən bunu da cədvəl formasına gətiririk. Baxın, kompüterin ilinə görə, yəni deyirəm, sizin kompüterdə olan tarix göstərmə növünə. Məndə apostrofla göstərir deyə. Mən qoyuram bura. Apostrof 14 apostrof 2026. Belə də yazmaq olar. Burada düsturda istifadə eləmək olar. Today düsturundan. Yəni bugün vurub bunu da eləmək olar. Buradan gəlirik. Alış və satışı yaratmaq üçün verilənlər, verilənlərin yoxlanılması. Burada indi YouTube-da siz də görəcəksiniz. İstənilən qiyməti dəyişirik, siyahı halına gətiririk. Kompüterinizin ilinə görə, versiyasına görə nöqtə vergül, yaxud vergül dəyişir. Alış, burada yaradırıq. Satış. Çalışın burada çalışmayın. Çünki bəzi kompüterlərdə nöqtə vergüldür. Tələb eləyə bilmir. Deyir, mən elədim, olmadı. Gördünüz, artıq burada iki növ seçim yarandı. Ya alış eləyə bilərik, ya satış eləyə bilərik. Burada məhsulun adını tapmaq üçün gəldim bura. Bunlara bir komanda verməliyim. Məhsul yazıram. Baxın, siyahının başındakı olan bu hissəni qəti şəkildə götürməyin. Çünki bütün algoritma korlana bilər. Siyahının başlığından aşağı, yəni əsasdan aşağı nə varsa onları götürün ki, sistem tanıya bilsin. Vurduqdan sonra tamamlayırıq. Gəlirik bura. Məhsulun adı, verilənlər, verilənlərin yoxlanılması yenidən. Buradan yenidən siyahına gəlirik. Kompüterinizdə F3 düyməsi bu funksiyanı verməsə, Fn düyməsini aktiv eləyin. Ondan sonra F3 düyməsinə vurduqda burada məhsul bölümü çıxacaq. Və məhsul bölümü çıxdıqdan sonra ok və ok təsdiqləyirik. Və bundan sonra görürük. Belə bir sual yaranır. Mən bundan vəssalam bu qədər məhsulla yetirirəm. Xeyr.
Burada bayaq dediniz, bloknot eləsən, əlavə eləsən. Məsələn, lövhə əlavə eləsən. Bura ne gəldi? Yaratdıqdan sonra görürük, baxın, bloknot, lövhə, nə əlavə ediriksə odur. Burada qələm. Sayı olsun, məsələn, 100 dənə. Okey, gəldik, bunu biraz sürüşdürürük aşağı. Görürsünüz, qiymət vermir. Bunun üçün biz bura gəlirik ki, bura tarix verməliydi, amma hansısa bir rəqəm verir. Bura toxunuruq. Qısa tarix. Və salam. Dəftər. Məsələn, fərqli məhsullar seçirik. Məsələn, 50 dənə, 70 dənə. Bu hissəyə hələ toxunmuruq. Bu hissənin ayrı bir mövzu. Ona da baş salacağım. Ondan sonra mətnə, cədvələ toxundan sonra Ctrl A. Gəlirik başlanğıcdan bura. Bütün sərhəd. Yəni sərhəd qoyun aralarında ki, daha aydın görsənsin. Eynən bunu ambalada eləyin. Ctrl A. Təbii ki, öz istəyimizə görədir. Yenidən gəlib həmin funksiyanı burada eləyirik. Məsələn, bunu alış eləyək. Bunu da alış eləyək. Məsələn, mən bu məhsulların alışını eləmişəm. Çünki hələ ki alış, bir dənə qələm satmışam 100 dənə. Birinci alışa gəlirəm. Sonif. Aha. Sonif. Sayı götürürəm. Vergül. Bu nöqtə vergül sizdə ola bilsin nöqtə vergüldür. Yəni deyirəm, ona çox diqqət edin. Qarışmasın. Vergül. Ondan sonra məhsulun adını, nələri axtaracaq, əsasını, sayını, nələri axtarır onu və nəyin əsasında axtarırıq? Qələmin. Enteri vuraram. Gördüyünüz kimi. Körtəbii olaraq hamısı gəldi. Düzdür. Mən burada satış eləmişəm, amma alışa düşür. Sual burada yaranır. Niyə? Bunun üçün gəlirik bura. Vergül. Nəyi axtardığımı bilməyim üçün gəlirəm bura. Satış və ya alış. Görürsünüz, yaşıl verir. Vergül. Dırnaq açıram. Mən burada bu hissədə bu hissədə alış axtardığım üçün alış. Dırnağı bağlayıram. Başa düşdünüz indi? Baxın. Mənim burada alışım sadəcə bu ikisidir. 50 və 70, düzdür? 50 və 70-də gəlir bura. Mən əgər bu qələmi satış eləmişəm axı. Əgər mən bunu da alış eləsəm. Bu da gəlib oturur 100-ə. Başa düşə bilirsiniz bunu? Qoy bunu yaxın. Aha. Məsələn, indi zəhmət olmasa sizdir. Bir şey yaradaq. İndi o funksiyanı mən özüm əgər işləsəm daha yaxşı başa düşəcəm. Amma belə siz başa saldırırsınız, başa düşürəm. Məsələn, bir məhsulun alışını eləyə gəlin. Məsələn, deyil. Alış eləyək, satış eləyək. Satış olsun. Olsun satış. Çünki yox. İndi hələ ki alış eləyək, satışı başa salacağam mən.
Məsələn, alış hansı məhsul eləyək? Baxın. Karandaş Neçədən alım? olsun 80. Gördünüz. Karandaşda 80 oldu. Hı hı. Əgər mən bunu dəyişib 99 eləsəm, Dəyişəcək. 99 avtomatik bəri verir. Çox sadə və bir çox Excel müəllimlərinin demədiyi burada bir şey sizə başlayacağım. Hı hı. Bu düsturu götürürəm. Ctrl C, yəni kopyala, Enter vururam. Atıram bura. Satış sayına. Amma burada bu alış sözünü Satışa çevirirsiniz. belə Hı hı. satış edirəm. Və bunu aşağı tam sürüşdürürəm. Hamı sıfırdır. Əgər məsələn birini sürüşdürək aşağıya. Məsələn, satışlarda bir məhsul seçin. Baxın. Hansı məhsul eləyir? Kitab olsun. Neçə dənə? 200 dənə. Hoppa, 200 dənə. Yazdı. Baxın, 200 dənə. Hı hı. Amma alışınız yoxdur. Tam ambar qalığını bilmək üçün çox sadə, hətta düstur da deməyək, şablon bərabərdir. Almışam 100 dənə, satmışam 0 dənə. Belə bir məntiqlə. Alış Hı hı. çıxılsın satış, enter. Baxın 200 dənə mənfiniz var. Bunu mənfini avtomatik verir. Baxın kitabda. Çünki alış olmuyor, amma birbaşa satış olur. Necə olur bu? Təcil alış olsun ki, satış da olsun da. Bəli, bəli. Əgər mən bunu, məsələn, baxın, belə bir dənə də yaradıram bunlar. Mən bunu alış eləyirəm. Bu səfər 250 dənə. Hı hı. Enter. Və görürsünüz artıq 50 dənə qalığım var. Hı hı. Vəsə. Ambar sisteminin burası qədərini mən düşünürəm ki, okeydir. Sual var. Yoxdur, başa düşdüm. Başa düşdünüz. İndi YouTube-da bəzi panellər var ki, açılır. Siz burada görmürsünüz. Hı hı. Sistem icazə vermir. Görəcəksiniz. İndi gəlirik bura qiymət məsələsinə. Qiymət məsələsində. Məsələn, qələmi neçə almısınız? Qələmi 50 qəpik. Aha, nə gözəl. 50 qəpik. Dəftər neçə almısınız? Dəftər 1 manat 20 qəpik. 1.20. Sonra silgi neçə almısınız? 60 qəpik. Aha. Karandaş bəs? O da 40 qəpik olsun. Kitab. Artıq manatlara keçək. Neçə almısınız? Kitab 15 manat. Bax, növbətdə bir kitab almısınız. O da 7 olsun. 7 olsun məsələn Əslində 50. hı hı. Burada qəpik də olsun ki, başa düşək. Baxın, bu iki yuxarını Əslində, götürürəm. Aha. əslində orada alış qiyməti daha az olmalıdır, satış qiyməti Yox, düzdürsə. o hissəyə hələ gəlməmişik. İndi o hissəyə başladım. Hı Baxın, hı. bu ikisini götürürük. Gəlirik bura. Çox sadə. Daha öncə də sizə göstərdiyim kimi. Valyutaya çeviririk. Məbləğ bizdən nə istəyir? Sayının vurulmuş qiymətini. Yəni, məbləğ bərabərdir. 100 dənə almışam, alış eləmişəm. Vururam 50 qəpiyə. Enter. 50 manat pul eləyir. Və bunu sürüşdürürəm aşağı. Bu funksiya bunların hamısını artıq bundan sonra keçərlidir. Məsələn, bir dəfə gələk. Bloknot almışam 200 dənə.
Məsələn, nöqtə 66 qəpikdən. İstəyirsiniz yoxlaya da bilərsiniz. Öz telefonunuzda, kalkulatorunuzda yoxlayın. Görün mən nəyi səhv eləmişəm. Yəni mən müdiriyyət mənə tapşırıq verir və bunu səhv edirəm. Niyə? Məsələn, daha loru dildə 100 dənə məsələn almışam bunu 60 qəpikdən. Gördünüz 60 manat pul edir. Say vurulsun. Məbləğ qiymət bərabərdir məbləğə. İndi mən bunu alış və satış eləyirəmsə, artıq özüm dəyişirəm. Başa düşdünüz? Artıq buradan özüm dəyişirəm bunu. Ambar qalığına gəlirəm. Və görürəm ki, baxın, Blot.100 dənə alışım var. Satış sayımda bu qədərdir. Düzdürmü? Buradakı bu düsturu çox diqqət edin. Bu düstur sizə növbəti illərdə insan resurslarında işləyirsinizsə orada, mal materialda işləyirsinizsə orada fərqi yoxdur. Sumis düsturu çarpaz toplamadır. Çarpaz toplama nədir? Bir var, hamısını alt-alta düzəsən. Baxın. Bir dəqiqə. Baxın. Bərabərdir sum yazıb. Bir var, belə eləyəsən. Düzdürmü? Amma sumis düsturu, sumif və sumifs tamam fərqli bir şeylərdir. Çalışın bu düsturlarda çalışmayın. Burada 3 düstur var. Baxın. Sum, sumifs, sum, sumif, sumifs. S. S yəni toplamalar, toplama, sadə toplama, tam sadə toplama. Sadəcə kiçik bir summa. Yəni alt-alta düzülmüş bütün summaları. Başa düşdünüz? Sumifdə Amma nə hamısı qədər mövzu fərqlidir. Böyük ehtimal növbət dərs onu keçəcəm. sağlaydı. Sumifs ən çətini idi. Normaldan sadədən mürəkkəbə doğru gedirik. Amma biz mürəkkəbdən sadəyə doğru gedəcəyik ki, getdikcə dərslər daha da rahat olsun. Getdikcə çətinləşməsin. Mən onu istəyirəm. Ona görə belə olacaq. Gördüyünüz kimi, əgər bunlar, məsələn, şəkər tozu. Şəkər tozudursa əgər, məsələn, belə deyək, bir dəqiqə. Bunları silirik. Bir dəfəlik ləğv edirik. Burada da bunların hamısını ləğv edirik. Əgər işlədiyimiz məhsul gördünüz, şəkər tozu. İşlədiyimiz məhsul, ədəd, yaxud da niyə? Bu gözləyin, sizə daha belə ətraflı başa salın. Aha, şəkər tozu. Gerək sistem tanıyacaq, tanımalıdır. Aha. Almışam 100 kilogram. Niyə belə elədi? Çünki biz sildik axı. Sildik, oynadı bunu ayarları ilə, ona görə bu belə oldu. Məsələn, bunu belə də deyək, oxuydu məncə. Bunu gəldik belə, vəssalam. Gəlmişəm, bunu sürüşdürürəm aşağı. Şəkər tozu alış edirəm. 100 almışam 1 manatdan. Hətta alışını edeyim ki, bu sistem tanısın. Baxın, belə bir məntiqi sual verim. Şəkər tozu ədədlə alınır, yoxsa çəki ilə alınsa daha məntiqli olar? Çəki ilə. Aha, mən gəlirəm bura. Bu 2, daha bu ambardan. Bu 3 sütunu seçirəm. Seçəndən sonra gəlirəm bura.
Normalda bu belədir. Bunu da eləmək olar. Qramaja görə. Sadəcə mən belə eləyəcəm. Sadəcə vergül atmam yetərlidir deyə düşünürəm. Niyə? Çünki sizin kompüterlərin və Excel'in ilinə əsasən dəyişəcək bu. Vergül atıram və salam. Almışam 100 kiloqram, düzdür? Gəlirəm bura. Burada sadəcə sayları, baxın, çaşmayın bu hissədə. Sadəcə sayları götürürəm. Ədəd. Və salam. Bunu toxunuram. Bunları istər-istəməz məhsul adına baxan kimi başa düşürsünüz ki, 100 ədəddir. Düzdürmü? Dəftərdə 50 ədəddir. Silgidə 70-dir. Karandaşı 99, 200, 250, 100. Şəkər tozu. Məhsulun adına mən şəkər tozu 2 növ olur axı bəzən. Kiloqramda olur. Kiloqram da olur. Paçka da olur. Düzdür. Bunu da alış edin. Yəni bunun ədəd sayını və çəki sayını sadəcə buradan bu hissədən vergül əlavə eləməklə başa düşürük ki, bunun qramajı da ola bilər. Məsələn, mən bura toxunmuram. Bu kiloqram 100 kilo 560. Görürsünüz bunu? Mən bunu gəlsəm, bir dəfə də açsam və həmin o sıfırda düşəcək ora. Burada gəlsəm, eynən həmin məntiqi burada da eləsəm, burada da açacaq. Başa düşdünüz? Yəni kiloqramı məhsulunu qramajına qədər burada göstərir. Gəlirəm. Məsələn, 55 kilo 380 qram satıram. Bunda gəlirəm buradan satış eləyirəm. Satıram 5 manat məsələn də. Mən biraz insafsız çıxdım. Baxın. 55.380. 100 kilo almışdım, düzdürmü? 560 qram. 55 kilo 380 qram satıram. Qalıb 45 qram 180 qram. 45 kilo 180 qram. Düzdür? Yəni çəki məhsullarında mən burada bunu dəyişmişəm axı. Mən bunu daha aşağı salsam, daha aşağı olacaq. Mən bunu özüm çox şaxəli eləyirəm ki, ətraflı tam başa düşəm bunu. Yəni bugünü düşünürəm bu qədər yetərlidir. Yəni ümid edirəm siz də öyrənmiş oldunuz bu hissəni. Ən az ambar qalığın hazırlanmasını artıq siz də bilirsiniz. Bəs sum if də funksiyasını başa saldırsaz, ikisi də olur demə aynıdır. Necə? İndi biz axı sum ifs başa saldırdıq, düz deyil? Sum ifs, bəli. Deyirəm sum if də başa saldırsaz, o da aradan çıxsa. Sumu da istəyirsiniz. Çünki yox, mən istəyirəm ki, okey, sumu da istəyirsə problemdir. Ambar qalığını bura qədərini başa düşdük, düzdür? Onu başa düşdüm. Aha. Sum düsturu nəyə lazımdır? Sum yox, sum if. Sum if. Bildim. Sum if. Aha, bir dəqiqə. Sum ifdə necədir məsələ? Baxın. Sum ifdə mən gəlmişəm bura. Sayları götürürəm. Bu daha az şaxəlidir əslində. Məhsul adını götürürəm. Yox. Burada mövzu necədir? Baxın, burada mövzu fərqlidir.
Swift'də o bura toxunulmalı olan idi. Bir dəqiqə bunu ləğv edeyim. Yəni necə? Swift düsturunda məsələ budur. Ümumi ambarını göstərir. Bərabərdir. Yazıram bura Swift. Ambara gəlirəm. Say. Vergül atıram. Əsası. Burada. Əsasını götürürəm. Vergül. Nəyin əsasında? Qələmin əsasında. Sızma verdi. Niyə? Burada qarşılığı düşəcək. Bunu silin. O ona görə vermir. Bir dəqiqə, mən bunu ayrı bir yerdə açım. Bunu saxlayaq. Bu iki dənə ikinci videonun üstündə link atacağım ora.